Salam, videoma ve kanalıma hoş gelmişsiniz. Bugün Tıp Üniversitesi'nde bir imtahan günüm necə keçir, onu izleyeceksiniz. Bugün ayın 8 yanvardır ve sabah saat 15:50'de imtihanı var. Hal-hazırda saat 23:16'dır bu arada. Ve sabah saat 15:50'de parazitoloji imtihanı vardı. Ama geri esas fen olduğuna göre o kadar da çok korkmuram. Ümumiyyətlə imtahan sistemi necə çoxsa bunu deyim. Üniversitenin verdiği suallar olur ve bir de əvvəlki illərdə imtahana girən tələbələrin yığdığı suallar. O suallar ümumilikdə eğer təzə sual yazılmayıbdırsa imtahana onlar düşür. Ve təzə sual yazılmayıbdır. Geri esas deyirəm ki bu şekilde. Yani onlar çözecek. Onları öğreneceğim. Şey bitecek. Ve test şeklinde olur imtihan. Ve en esas narahat edən hissə farmakologiyadır. Farmakologiya ayın 14'ü olacaq. Ve farmakologiya yadda qalmır deyim. Yani yadda qalmır o heç. Ama farmakologiyanın en esas, en problemli hissəsi niyə bu kadar tələbənin yaralı yeridir bence. 1 milyon, bak mesela deyim ki mövzu başlıqlar olur. Mesela üçün iltihab əleyhinə. İndi deyim bayaq iltihab əleyhinə oxudum ona görə. Misal vermək istədim. Bir saniye. Mesela iltihab əleyhinə maddə. Bunlar bölünür, ne bileyim 2 yere bölünür. Sonra o 2, daha doğrusu 3 yere bölünür. Sonra 3 yere bölünəndən hər biri mesela 8 törəməsi aiddir. Sonra birisində 3 dənə, buna 2 dənə və hər birinə də aid 5 dənə, 6 dənə dərman maddəsi olur və o 5-6 dərman maddəsinin hər birində ayrıca xüsusiyyətlər olur. Və sadəcə bir yəni bölmə olmur. Təbii ki də yəni 12, 13, 14 dənə bölmə var. Hələ ki mən oxumalı olduğum ümumilikdə 30 bölmədir. Və bunların hamısına aid olan bütün dərmanları əzbərləmək benim için mümkünsüzdür. Ona görə mən də test işləyərək yadda saxlamağa çalışıram. Amma təbii ki də testin sayı az da deyil. Ona görə tez bir şəkildə paraziti oxuyub farmakologiya keçmək istəyirəm. Təqribən 1 saata yaxın paraziti qurtardım. İndi birazdan farmakologiya oxuyacağım. Ama farmakologiyadan önce nəsə yiyəcəm. Ondan sonra yəni nəsə denib tost yiyəcəm. Sevdiğim şey tomatlı peynirli tostu. Ve Feride izleyeceğim. Çok qəşəng bölümler 20 dakika falandır ve animasiyadır. Ama maraqlıdır. Mən sevirəm. Siz də izləyə bilərsiniz, tövsiyə edirəm. Belə mən yeməmi yeyim, gəlim, ondan sonra farmakologiya başlayaq. Deməli saat 00:51'dir və mən 1 saat təqribən bu kərəyağı əriyənə qədər farmakologiya oxuyacağım və onunla da bu günü bitirəcəm. Farmakologiya, allergiya əleyhinə maddələr oxuyacağım. Bu və bura qədərdir. Təqribən 1 saat bəs eləyər deyə düşünürəm inşallah və təqribən 10-15 sual vardı. Onlara baxacağım. Ondan sonra da yatacağım. İnşallah ki saat 01:40'a falan bitirərəm inşallah. Başlayaq. Yeni gün hamınıza salamlar. Hal-hazırda saat 14:35'dir. Saçlarım biraz qərbədir. Ona görə onu düzəldəcəm. Saat 3'də evdən çıxmalıyam və yemək yeməliyəm. Sadəcə çox cüzi makyaj edəcəm, saçımı düzəldəcəm. Ondan sonra evdən çıxacağım. Deyim sizə nələr elədim. Ümumiyyətlə çox bir şey, daha doğrusu çox bir şey deyim ki saat 9'da oyanmalıydım mən əslində. Amma saat 12:30'da oyandım. Səbəbini deyim çünki şeydir. Səbəbi ona ibarətdir ki mən gecə ümumiyyətlə yata bilməmişdim. Ona görə də oyana bilmədim. Daha gözüm ağrıdı. Elə bil sanki oyandım ama durup nötər taxacağım. Oyandım ama durup bir de şeylemeye planşete bakmak sanki şu gözümü incidirdi. O düşünce ben gözümü incidirdi. Sen bunu takalım. Belki başka bir şey diyeyim. Belki saçma yazım.
Okey, saçımı yığdım. Saçımın uçları neyse okeydi. Saçımı yığdım. İndi tezene makyaj yapacağım. Aynamda bu arada. Bu aynamda. Yemeğimi yemedim. Saat 14:39 oldu da. Of, hiç gidesim yoktu imtihana. Neyse. Ben üniversite semestr imtahanlarını daha çok sıkıntı. Çünkü semestr imtahanı ərəfəsində ümumiyyət evdə olur və universitetdə olmur, sadəcə evdə dərs olur. Məncə o cəhətdən çox daha yaxşıdır semestrdə. Amma midterm, yəni bizim universitetdə sadəcə bir həftə olur bütün midtermlər. Hər günü bir dənə dava olur. Sadəcə bazar günü istifadə olur və neçə dənə fənni sadəcə bir həftəyə sığışdırmaq qeyri-mümkündür. Nə qədər sualı, nə qədər yəni konspekti falan onu ezberləmək, əvvəlki həftələrdə ezberləsən, onun üçün də dərs ötürürsən, dərs ötürməyə məcburiyyətli olursan, beləliklə də həm çox yorulursan, həm də ki, yəni mənasız bir şəkildə yorulursan. Onu daha normal bir şəkildə edə bilərlər sanki. İmtahanım bitti. 96 aldım. Növbəti imtahanım farmakologiyadır və ən qorxduğum, ən çətin imtahandır. İnşallah ki, B ala bilərəm. B almaq istəyirəm. İnşallah B ala bilərəm. Bir də amin deyə xahiş edirəm. Amma amin desə reallaşar. Gələn videomuzun mövzusu farmakologiya olsun. Farmakologiya neçə aldım? Yəni inşallah əgər o yaxın məsafədə video çəkə bilsəm təbii ki də. Sağ olun. Bu videonu burada yekunlaşdırıram. Gələn videolarda görüşmək ümidi ilə. Sağ olun.